Salam mənim kanalımın seyirciləri. Şair, gözəl pedaqoq Azər Xanlarov bugün çox maraqlı bir status paylaşıb. Buna fikir bildirməyi özümə borc bildim. Həyat nədir sualına dahi insanların cavabların qısa konkret formada qeyd edib. Dostoyevskiyə görə həyat cəhənnəmdir. Sokrata görə bu bir sınaqdır. Aristotelə görə bu ağıldır. Nietzsche deyirdi ki bu gücdür. Freud deyirdi ki həyat ölümdür. Marx deyirdi ki bu ideyadır. Picasso deyirdi ki bu incəsənətdir. Gandhi deyirdi ki bu sevgidir. Schopenhauer deyirdi ki bu əzabdır. Bertrand Russell deyirdi ki bu rəqabətdir. Steve Jobs deyirdi ki bu imandır. Einstein deyirdi ki bu bilikdir. Stephen Hawking deyirdi ki bu imandır. Kafka söyləyirdi ki bu sadəcə başlanğıcdır. Mənim özümün üstünlüyü verdiyim seçimdə məhz Kafkanın söylədiyidir. Bu bir başlanğıcdır. Kafka ziddiyyətli insan olduğu kimi söylədiyi fikirlər də ziddiyyətli. Bu bir başlanğıcdır. Nəyin başlanğıcı? Xeyrin başlanğıcı, şərin başlanğıcı, cənnətin başlanğıcı, cəhənnəmin başlanğıcı. Nəyin başlanğıcıdır? Təkamülün başlanğıcı. Yəni Kafkanın bu bir başlanğıcdırın arxasında çox böyük, nə qədər deyirsən, bütün kainat sığışa bilən bir abstrakt təsəvvür durub və Kafkanın başqa bir statıyla Kafkanın bu ziddiyyətliyin bəlkə demək istəyirəm. Kafkanın belə bir statı da var ki, ikinci Kafka yetişməyini istəmirsinizsə, ikinci Kafkanın yaranmağını istəmirsinizsə, övladlarınızı çox sıxmayın. Ədəbi bədii insan elə danışmalıdır ki, çoxluq onu başa düşsün. Terminlərlə danışmalı deyil. Mənim bütün söylədiklərimin məğzi odur ki, övladlarınızı çox sıxmayın. Ədəbiyyat nöqteyi nəzərindən götürəndə Kafka bir günəşdir. Günəşdən də böyük Bedelgeuzdir. Baxma ki, 40 il yaşayıb. İnsani baxımından götürəndə Kafka yazıq, bədbaxt, sınmış bir insandır. O daim iztirab çəkib ki, mən atam söyləyən insan olmadım, atamın etimadların doğrulmadım. Bu qədər övladlarınızdan müğayət olun, övladlarınızı əlbəttə ki çox sıxmayın.